Değerli dostlar, selamlar. Bugün Kollektiv TV kanalından size sesleniyorum. Yeni başladık Kollektiv TV kanalında. Bu ilk Türkçe programımız olacak. Bilirsiniz 40 güne yakındır ki İran'da etirazlar devam ediyor. Bu etirazların 40 gün devam etmesine rağmen hələ bu protestoların təəssüf ki, istədiyimiz şəkildə şəkillənməməsi, yəni İranın hər yerinə yayılmaması və hər kəsin bu etirazlarda yetəri qədər bütün sınıfların, bütün kəsimlərin bu etirazlarda şirkət eləməməsi, iştirak eləməməsi bir soru işarəti, bir sual yeri bırakıbdır və bu konuda bugün söhbət eləmə və danışacağıq, söhbət eləyəcəyik. Nədən bu etirazlar yaygınlaşmır İranda və hər kəsimdən bu etirazlara qarışmır təəssüflə və görürük ki, təəssüflə bu etirazlar get-gedə bəlkə biraz yavaşlama kimi olaraq görünür. Değerli dostlar, iki önemli mesele var burada. Çok kısa videolarımız çok kısa olacak. Yani çalışacağız ki 15 belki 20 dakika arasında olsun. Yani 20 dakikanı aşmasın. Hem kısa olsun, kısa ve öz ve xulasa olacak, özet olacak. Çok sürətlə söhbət eləməyə çalışacağız. Əlbəttə ki, bundan sonraki programlarımızda çalışacağıq ki, çeşitli qonaqlarımız olsun. Mövzuları bilən, konulara hakim olan dostlarımızı dünyanın hər yerində çağıracağıq və çeşitli mövzularda, çeşitli konularda çox gözəl və bilimsel bir şəkildə, real bir şəkildə gerçəklikləri ortaya qoyub və söhbət eləməyə çalışacağıq. Hər kəsimdən olacaq. Necə ki, kanalımızın adından da belli olduğu kimi kollektiv şekilde, yani herkesin iştirak edebildiği ve iştirak edebildiği ve meselelerde müdahil olma ve söz hakkını kullanma. Değerli dostlar, gördüğünüz üzere son 40 günde haberlerde de gördüğünüz şekilde hamımız haberleri de takip edirik. Hamımız yaxından videoları, analizleri, söhbətləri dünyanın hər yerində, İranda olduğu kimi dünyanın hər yerində də etirazlar həm az olsa da çeşitli devletler tərəfindən, həm də ki İran təbaası olan, İran vətəndaşları olan, amma İranlı olan və xarici ölkələrdə, yabancı ölkəlerde yaşayan İranlıların da bu çeşitli protestolar ve itirazlar düzenlediğini mesela Amerika'da, Amerika Birleşik Devletleri'nde, Almanya'da ve çeşitli ülkelerde gördük. Burada çok önemli bir mesele var. Birincisi, təəssüflə itiraza karışan ve hatta İran haricinde olan opozisyon dediğimiz muhalif gruplar bile təəssüflə İran İslam Cumhuriyeti'nden sonra, İslami rejimden sonra hansı bir siyasi alternativin iş başına gələcəyini təəssüflə kəsdirə bilmir. Bir kere herkes bireysel olarak da, yani ferdi olarak da öz düşüncəsində, öz içinde buna karar vermiş değil ki, hansı sistem İran için daha yaxşı olacak. Çünkü sistemlerden de belki çok bir şeyler təəssüflə bilmirik. Misal üçün, geçen illerde İngiltere kraliçesi öldüğünde gördünüz, haricde olan, özellikle haricde olan səltənət tələb dediğimiz gruplar inanılmaz bir şekilde bu meselenin üstünde manovr elədilər ki, görün, baxın,
sistemi İngiltərə üçün necə gözəl bir vəziyyətdir, necə gözəl bir sistemdir. Buradan nəticə alırıq ki, İran üçün də gözəl bir sistemdir. Bu tamamen yanlış və yanıltıcı və fərib və hiləkarlıqdır. Bunu gördük hamımız. Bu protestolarda da belə oldu, təəssüflə. Çeşitli qruplar, özellikle bu səltənət tələblər, şahlıq sistemini istəyən qruplar təəssüflərlərindən mediaları, rəsanələri, mediaları və iqtisadi imkanları olduğuna görə çeşitli kanallardan, çeşitli rəsanələrdən bunu camiyə və topluma empoze eləmək istəyirlər, təzriq eləmək istəyirlər. Bunu qəbul elətdirmək istəyirlər ki, İran İslam Cumhuriyyətindən sonra geriyə bir dönüş olaraq, yəni ilerleme yox, əslində geriyə bir ilerleme deyə bilərik. Yəni geriyə getmə kimin? Pəhləvi sistemi çox gözəl bir sistemdir. Tarixi tamamen dəyişdirmə, münhərif eləmə və yenidən yazma kimi bir niyyətlə İran İslam Cumhuriyyətindən sonra yenidən Pəhləvi sistemi, Pəhləvi şahənşahlıq və səltənət. Amma biz bunu hər zaman İranda görmüşük ki, bu toprakların əsas yerli və bumi dediyimiz ürünü istibdaddır. Yəni, əgər qüdrət və güc bir kişinin, bir insanın və bir qurumun əlində olsa, çox sürətlə bu çürüyəcək, çürük vəziyyətə gələcək, fasid olacaq və çox sürətlə, çox hızlı bir şəkildə diktatorluğa dönüşəcəkdir və təbdil olacaq. Bunu nəzərdə almaq lazımdır ki, indiki dünyamızda, hansı normlarda, modern çağımızda, modern dünyada hansı sistemlə idarə oluna bilərik. Biz əlbəttə ki, bir ileri sistem olaraq tamamen demokratik, laik ilkələrinə dayanan bir cumhuriyyət sistemi, qeyri-mütəmərkiz, yəni mərkəziyyətçi deyil, qeyri-mütəmərkiz bir sistem hakim olmalıdır. Güc və qüdrət bir kişinin, bir insanın və ya bir qurumun əlində deyil, intisabi deyil, bəlkə intixabi olmalıdır və bu şəkildə bir sistem düşünülməlidir. Bunu əlbəttə ki, demokratik dediyimizdə onun tərifləri var, laik dediyimizdə onun tərifləri var, cumhuriyyət nədir, onun da tərifləri var, dərin hətta tərifləri var. Qeyri-mütəmərkiz və mütəmərkiz dediyimiz məsələlər, konular, onların da söhbətə dəyər çeşitli proqramlar yapmaq məcburiyyətinin yoxdur, bunu da sevə-sevə yapacağıq. Ancaq burada çox qısaca bunların bilinməsi lazımdır. Ancaq təəssüflə bunu görürük ki, məsələn, Amerikada və ya Almaniyada etirazlar və protestolar, İran İslam Cumhuriyyəti əleyhinə protestolarda səltənətçi qruplar özlərindən olmayan, öz düşüncəsində olmayan, düşüncələrində olmayan, özellikle başka etniklərdən olan qrupların bayraqlarını, plakartlarını, yazılarını aşmalarına izin vermədilər. Onları toplamaq için əllərindən gələni yaptılar. Bəlkə demokratik bir ölkədə olmasalardı, mesela Almaniyada olmasalardı, Amerikada olmasalardı, mesela Amerikada Amerikan polisi bunları dəstəkləməsəydi, bu başka insanları, o etnik gruplara mənsub insanları dəstəkləməsəydi və himayət eləməsəydi, qorumasaydı, onlar saldırarlar. Yani siz baxmayın, bunların opozisyon gözüktüğüne gerçekten yeri tüşdə elə İran İslam Cumhuriyyətinin bəsiciləri kimində, bunlar da elə bəsicidirlər. Amma başqa türlü bir bəsici. Biz İran İslam Cumhuriyyətindən çıxıb şahənşahlıq və ya səltənət tərəflıq sisteminə girmək istəmirik. Əgər belə bir şey olsa, əmin olun ki, biri elə biz özümüz, mən özüm o sistemin də qabağında dayanacağıq
və mübarizə eləyəcəyik. Yəni bizim üçün dəyişən bir şey olmayacaqdır. Biz İran İslam Cumhuriyyətini aradan qaldırıb demokratik, laik, qeyri-mütəmərkiz, mərkəziyyətçi olmayan bir sistem düşünürük və bunu gerçəkləşdirmək üçün əlimizdən gələni eləyəcəyik. Əlbəttə ki, bilirik, qarşımızda olan bu qrupların maddi imkanları boldur, rəsanələri və mediaları vardır. Bizim təəssüflə bizə mənsub rəsanələr və medialar yatıblar. Burada bilirik, amma olsun, günümüz teknolojisində, günümüz dünyasının teknolojisində bu imkanlar da bizim için vardır ki, öz səsimizi millətimizə və düşüncəli və düşünmə yetisinə sahib olan insanlara yetirək və ən azından az da olsaq birləşək və sözümüzü, söhbətimizi, danışımızı, danışıqlarımızı birbirimizin qulağımıza çatdıraq. Buradan yola çıxaraq, çox da uzatmaq istəmirəm, bir-iki dəqiqə bəlkə. İkinci bir məsələ, biraz öncə söhbət elədiyim kimi, bu opozisyon denilən və opozisyon, gerçək opozisyonun yerinə keçən qruplar təəssüflə bir inkar və görməzdən gəlmə hissi ilə və necə deyərlər, əməli ilə, ruhkərdi ilə etnik, özellikle etnik gruplara baxırlar. Yani insan hakları mənşurunda olan haqların və insan haqlarının hangisi ki öz mənfəətinədir, onları qəbul edirlər, ancaq öz mənfəətlərinə, öz çıxarlarına olmayan hüququ görməzdən gəlirlər və heç görmək də istəmirlər. Bunların ən başında əlbəttə ki, etnik qrupların ana dilləri, özlərinin idarə etmə hüququ, siyasi hüquqları, kültürel hüquqları, iqtisadi hüquqları vardır. Və bu hüquq və bu haqlar tanınmalıdır və tanınacaqdır əlbəttə. Məncə bu iki nədən çox önəmli nədəndir ki, İranda çeşitli protestolarda, 40 gündür devam eden protestolarda təəssüflə tüm ölkədə, tüm kəsimlərin bu protestolara qatılmamasının və bu protestların yaygınlaşmasının önünü alan və qarşısını alan səbəblərin ən başında gəlir. Və bu, əmin olun ki, İran İslam Cumhuriyyətinin qaranlıq odalarında, fikir odalarında da çox məmnuniyyətlə qarşılanır və bəlkə də İran İslam Cumhuriyyətinin güvənlik və ittilaat projelərinin ən başında da bu gəlir. Yəni, vaxtı ki, İranda gənclər və cavanlar biz nə şah istəyirik, nə şeyx istəyirik, bunun anlamı çox açıqdır. Yəni, biz malla da istəmirik, şah da istəmirik. Yəni, oradakı gənc, oradakı cavan bilir nə istəyir. Ancaq təəssüflə eşikdə olan bu səltənət tələblər və ya mücahidin xalq təəssüflə bəlli siyasi çıxarları üçün bir milləti illər boyu sıxıntıda və boğuntuda və zülmüdə yenidən yaşatma hazır olduqlarını təəssüflə göstərdilər. Bu məsələlər üçün, məsələlər konusunda, bu konular haqqında uzun-uzun danışacağıq. Qonaqlarımız olacaq dediyim kimi. Bir-iki həftədir bu kanala başladıq. Umuram ki, daha gözəl, daha uzun proqramlar çəkə bilək və çeşitli konusunda və sahəsində uzman qonaqlarımız da burada dəvət edib sizin huzurlarınızda gözəl tartışmalar, gözəl söhbətlər edə bilək. Şimdilik sizdən təşəkkür edirəm. Çox sağ olun ki, bizi dinlədiniz, bizi eşitdiniz. Umuram ki, hər zaman sağ və sağ